Salam değerli izleyiciler. Bugün YouTube'a video çəkirəm. Saç haqqında olacaq Andre Balyaj. Saç dipdən uca %100 rejüdür. Bunu dəyişib başdan başa Andre Balyaj edəcək. Uzları bərpa edəcəm. Sonra sənə dizəni göstərəcəm. İzləmədən qalın. I'll prevail with every battle if I'm right. Guess my aim was off, the target's out of sight. Deməli belə dostlar, saçın dibdən uca qırmızı olduğuna görə ən birinci dib işləmini işlədik. Boya nömrələrini aşağıda yazacağım. Yəni, bunlar qırmızını öldürsün deyə olunan bir boyadır. İndi isə keçirik paket işləminə. Özünüzü necə hiss edirsiniz? İndi isə başlayırıq paket işləminə. Burada asıqtemiyanı düzəltmişəm qramdan. Mütləq ki qramdan olmalıdır. İndi isə keçirik işləməyə. Və burada paket işləmi tamamlandı. Gördüyünüz kimi yox bir 100 dənə paketləmə var burada. İndi isə növbəti buraları tündləşdirəcəyik ki, aralarında keçid qüsursuz olsun. Yəni, videonu çəkən yoxdur, təkdir. İndi isə dibləri doldurmaqla, kraska ilə doldurmaqla işləyirik. Yəni, yaxınlaşa biraz qırar göstərim. Gördüyünüz bu araları rəngləyirəm. Buradan tam görsənsə, buradakı araları rəngləyirəm ki, keçidlər daha qüsursuz görsənsin. Çünki saç %100 rıj olduğundan bunlar keçiddə pis görüntü göstərir. Bunları indi hamısını bir-bir işləyirəm. Bütün araları doldururam. Və dib doldurma işləmini tamamladıq. Gördüyünüz üzərə. Burada paketlərin uclarındakıları dərmana vurmamışam. Çünki aşırı yıprandığından ötəri daha da yanardı. Bunları simifqa ilə açacağım. Onları da çalışacağım, göstərim. Bunun bir başqa növü də olurdu. Yəni saçı birinci qırmızıdan boyayıb tündə, ondan sonra paketləmə olurdu. Vaxta sərf eləməli, vaxta görə belə deyim. Bunu belə elədik. Yəni polipomla eyni bir şey olur. Hazırda saçı yuyduq və şampuanladıq. Bayaq göstərdiyim uzları koymadım paketə. Burada simifqa elədim. Şimdi 5 dəqiqə qalacaq. Aslında bunlar 5 dəqiqədən artıq çox qalsa yanma riski var. Gördüyünüz kimi. Burada da keçidləri görürsünüz. Şimdi sonunda da nəticəni kraskadan sonra sizlər üçün təqdim edəcəm. Burada yuyduq, gətirdik. Saçın soslarını astıq. Hazırda vəziyyəti budur. Yenidən dib boyası işləniləcək. Uzla kraska olacaq. Eyni olaraq işlədiyim dib boyasını yenidən dibə işləyəcəm sulu şəkildə. Gördüyünüz üzərə ideal açılışdadır qırmızıya görə. Burada yenidən dib boyasını eləyirəm. Diblərin birinci hansı boyanı işləmişəmsə eyni qaydada həmin boyadan istifadə edirəm. Keçidə qədər kraskanı sürdürəm. Mən də göstərək görsün. Yuxarı baxaq. Dibdən sonra da uc boyasını eləyəcəm. Ondan sonra boyama işləmi tamamlanacaq. Saçın dib hissəsini, dib boyasını işlədik. İndi isə uz boyasına keçirik. Mesela belə dökəcəyik. Hər tərəfdən. Böyle var. İndi isə uzların hamısını kraskalayacağım.
Və budur dostlar, saçı kəsdim. Kəsimi göstərə bilmədim tək olduğuma görə. Rənglədim, qurutdum, ukladka elədim və nəticə budur. Məncə qırmızı saçdan möhtəşəm bir nəticədir. Necədir xanım, bəyəndiniz?